Cinsi uğursuzluqdan qorxub psixoloji olan seksual problemini məhz Hormon terapiya ilə. hormon terapiyada axtarır. Təəssüf ki, burada maarifləndirmə çox önəmlidir. Bizdə burada təhsil sistemimizi mən nə isə qınamaq kimi çıxmasın, amma məktəbdən bədbəxtçiyimiz nədir? Gəlib cinsi mövzularında müəllim nə deyir? Gedin evdə özünüz oxuyarsınız. Niyə? Və yaxud idman dərsi kim nə yazılırsa açsın onu oxusun, eybi yox. Niyə? Əslində bir şəxsiyyətin formalaşması, gələcək, yəni Paragraflar əzbər bilir. hamı Əhməd xan müəllim keçib onu. Amma biz orada gedib evdə hansı bizə o izah olunmur. Bizə ancaq orada işin belə deyək, bizə sərf eləyən tərəflərini oxuyuruq, düzdür? Yəni biokimyasını oxumuruq əslində. Yəni bu insanlar bilməlidir ki, bizim hər şeyimiz hardan idarə olunur? Beyindən. Beyin siqnal verir məsələn Leydig hüceyrələrinə testislərdə, orada testosteron sintezlənməz. Aydındır? Yəni bu nə vaxt sintezlənir? Yəni hər bitdikcə sintez siqnal gedir. Amma kənardan hormon vuranda nə olur? Doğru dedin. Beyin deyir ki, onsuz da filan kəs çöldən vurur. Sən niyə onu istifadə edirsən? LH-ı baskılayır, tənləşə olmur. FSH-ı baskılayır. Oturur istirahətə. Onsuz da mənə gəlir kənardan bu testosteron. Amma sonra sən nə edirsən? Ömrü boyu vura bilməzsən. Tam kəsirsən. Amma o